Görünüşü qəribə, səsi tütəyi xatırladan qeyri-adi musiqi aləti. İlk baxışdan onu musiqi alətinə bənzətməkdə çətinlik çəksək də, ifasını eşidəndə təəccüblənməyə bilmədik. Adı isə okarinadır. Okarina və ya quş tütəyi aləti Azərbaycanda hazırlanmasını isə yalnız Xədicə Təhməzova edir. Ali təhsilini fransız dili ixtisası üzrə bitirsə də, incəsənətə olan marağı onu bu alətlə tanış edib. İlk okarinanı rus bir xanımda gördüm, onun səhifəsində və görəndə o qədər xoşuma gəldi. Dedim, mən bunu düzəltməliyəm, başladım araşdırmağa. Bir ay bunun üzərində işləməyə başladım. Dünyanın müxtəlif ölkələrində okarinalar fərqli materiallardan hazırlanır. Məsələn, metaldan, şüşədən, hətta ağacdan. Okarina adətən ağ gil və qırmızı gildən hazırlanır. Okarina keramika üçün xüsusi sobalarda 1500 dərəcə istilikdə bişir və bəzən bunu birinci bişimdən belə istifadə edə bilirik, bəzən də belə şirələrdən istifadə edirik. Okarinanın üzərindəki dəliklər, yəni notlar 2, 4, 6 və ya 12 ədəd ola bilir. Səsləndirilməsi isə xüsusi hazırlanma texnikasına görə ərsəyə gəlir. Buradan belə bir dəlik açırıq. Buradan hava üflənəndə buna labium pəncərəsi deyilir. O hava titrəməsi nəticəsində səs yaranır və okarinanın böyüklüyünə, kiçikliyinə görə səsi dəyişir. Müsahibim deyir ki, onun hazırladığı əl işləri sosial şəbəkələrdə də böyük maraqla qarşılanır. Başlayırlar sual verməyə, necə ifa edilir və bu alətin elə özü sifarişdir və üzərində belə viking simvollarından istəmişdi müştəri və çox maraqlı bir iş ortaya çıxdı. Okarina alətinin hər birinin özünə məxsus enerjisi var. Hazırlanması prosesi isə bişim ilə birlikdə bir həftəyə ərsəyə gəlir. Bu alətin tarixi 3000 il əvvələ gedib çıxır. Ölkəmizdə isə quş tütəyi kimi tanınan bu musiqi alətinə vaxtilə Quba, Qusar və İsmayıllı ərazilərində rast gəlinib. Nigar Babayeva, Emin Tağıyev, Telesəhər.